İranın nüvə proqramı məhv edilib, dağıdılıb, sıradan çıxarılıb. Ən çox bəyəndiyiniz termini seçin. Bunu ABŞ Müdafiə naziri Pete Hegseth deyib. Kəşfiyyat hesabatı açıqlanıb, çünki bəziləri ABŞ-ın İrana zərbəsini uğursuzluq kimi qələmə vermək istəyir. Media qalmaqalların arxasına qaçır, nailiyyətlərə məhəl qoymur, Prezident Trumpı hədəf alır. ABŞ yaxın şərqdəki qoşunlarını qorumaq üçün Yaponiya və Cənubi Koreyadan əlavə Patriot raket batareyaları göndərir. Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dean Cain deyib. Onun sözlərinə görə batareyalar ABŞ-ın yaxın şərqdəki mərkəzi komandanlığının məsuliyyət zonasına daxil edilib. Verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trumpa təşəkkür edirəm. Bunu İsrail Baş naziri Benjamin Netanyahu deyib. Prezident Trump, mənə, İsrailə və Yahudi xalqına verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Biz ümumi düşmənlərimizi məğlub etmək, Qəzzada girovlarımızı azad etmək və sülh çevrəsini sürətlə genişləndirmək üçün birlikdə işləməyə davam edəcəyik. İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib. Bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə ilk zərbə Livanın Paraşit kəndi yaxınlığına endirilib və nəticədə Hizbullahın Radvan elit qüvvələrinin bölmələrindən birinin komandiri məhv edilib. 2 saat sonra Beit Lif kəndi ərazisində Hizbullahın hərbi birləşmələrinin daha birinin komandiri öldürülüb. Ukrayna ordusunun Sum vilayətində keçirdiyi uğurlu əməliyyat nəticəsində Rus ordusunun 15 hərbçisi əsir götürülüb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə əsir götürülənlər Rusiyanın 810 və 155-ci Əlahədə Dəniz Piyadaları briqadalarının hərbiçiləridir. Rusiya qoşunlarının Sum vilayətinin sərhəd bölgəsində irəliləməsi dayandırılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski məlumat verib. May-iyun aylarının yekunlarına əsasən qeyd etmək olar ki, düşmənin yay hücumu cəhdləri iflasa uğrayır. Əvvəllər qəbul etdiyimiz qərarlar artıq öz nəticəsini verməkdədir. Rusiya qoşunlarının Sum vilayətinin sərhəd bölgəsində irəliləməsi bu həftədən dayandırılıb. Təmas xətti stabilləşdirilib. Türkiyə 5-ci nəsil F-35 qırıcı proqramına qayıtması ilə bağlı tərəfdaşları ilə danışıqlar aparır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Biz F-35-dən imtina etməmişik. Layihəyə qayıtmaq niyyətimizi həmsöhbətlərimizlə müzakirə etdik. F-35 proqramı texniki olduğu qədər də siyasi prosesdir. Türkiyə haqsız yerə proqramdan kənarlaşdırıldı. Müttəfiq ruhu ilə bir araya sığmayan bu addımı biz həmişə tənqid etmişik. Onun sözlərinə görə bu məsələni ABŞ prezidenti Donald Trumpla da müzakirə edib. Texniki səviyyədə danışıqlar başlayıb. Ümid edirəm ki, irəliləyiş əldə edə bilərik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun əməkdaşları Xuzistan əyalətində 26 nəfəri İsraillə əməkdaşlıq ittihamı ilə həbs ediblər. Saxlanılan şəxslər təxribat fəaliyyətində, təhlükəsizliyə qarşı addımlarda və ictimai düşüncəni çaşdırmaqda ittiham edilib. Beynəlxalq Atom Enerjisi Agentliyi dərhal İrandakı fəaliyyətini bərpa etməlidir. Bunu Fransa prezidenti Emmanuel Macron deyib. Agentliyin İrandakı missiyasını mümkün qədər tez bərpa edə bilməsi vacibdir. Paris nüvə təhlükəsizliyi üçün mühüm rolu olan Magnitini dəstəkləyir, Macron qeyd edib. Rusiya öz casusları vasitəsilə bir neçə dəfə Ukrayna prezidenti Vladimir Zelenskini öldürməyə cəhd edib. Sui-qəsd epizodlarından biri Polşanın Rizeshov şəhərində baş verib. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib. Polşa Daxili Təhlükəsizlik Agentliyi sui-qəsdin qarşısını almağa kömək edib. Sui-qəsdi təqaüddə olan polyak hərbiçi həyata keçirməli idi. O, Sovet ideologiyasına çox inanan biri olub və buna görə də onu işə cəlb ediblər. Qatil Zelenskiyə sui-qəsd cəhdinin 2 variantını nəzərdən keçirib. FPV pilotsuz uçuş aparatı və ya snayper kompleksindən istifadə etməklə. Lakin sonda Rus casusun planları alt-üst olub və o, xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.